Çox dəyərli Oxatan Böcə insanları sizləri videoda xoş gördük. Baxaq görə 2026-cı ilin mart ayında sizlər nələr gözləyir? Xüsusilə də karyera həyatınız maraqlıdır. Bu iki kart da onun yanında istədi gəlsin. Bunlara da çəkək. Göstərəcəm sizə daha detallı. Sonra şəxsi həyatda, şəxsi münasibətlərdə nələr baş verəcək? Bu arada qeyd edim, mən karma astroloq və bu da sizin mart ayınıza olan burc proqnozunuzdur. Yüksələn günəş ay böcü olan hamı izləyə bilər və eyni zamanda özəl yorumlar üçün tarotçiyə yaza bilərsiniz. Bir də sağlığınıza bir kart çəkək. Və baxaq görək nəyi etməməlisiniz və nəyi etsəniz sizin üçün daha doğrudur və evrəndən mesaj. İndi isə dəstənin axırıncı kartına baxaq. Görək nə var burada. Birinci dəstənin axırıncı kartını yozaq. Ümumi bir mənzərə üçün. Dəstənin axırıncı kartı deyir ki, Oxatan Böcü. Mart ayının açığı deyim, biraz o biri aylardan gələn sıxıntı var səndə. Və elə bilirsən ki, yəni çox sıxılırsan da, elə bilirsən ki, nəyəsə bacarmaya bilərsən, qorxursan, müəyyən adımlar atırsan karyeranla bağlı, amma qorxa-qorxa. Bir də səni iş mühitinlə, iş həyatınla bağlı kimsə narahat edə bilər, kimsə sizin hansısa bir səhvinizi axtara bilər, o səhvdən yaxalasın, sizə pislik eləsin. Sanki bax, üzərinizdə bir nəzarət var. Polis, məhkəmə, dövlət, sənət, sünət, bilmirəm, bu tipli bir şeylər ola bilər, çox diqqətli olun. Və mən onda qeyd edim ki, Oxatan Böcü insanı ola bilər işsiz olsun, yaxud ola bilər iş olsun, fərq eləmir. Sanki bir işlə, karyera həyatı ilə bağlı, maliyyə də ola bilər, pul para məsələlərindən bağlı, təhsil də ola bilər bu arada. Bir əziyyət çəkdiyini, haqsızlığa uğradığını, bax belə görsüz arxasından bir dənə qılınc saplanıb da, sanki kimsə onu vurmaq istəyib, hətta vurub, pislik eləyib, onun yaxşı niyyətindən istifadə edib, tipli enerjilər gəlir. Amma bilirsiniz, bu enerjilər yekun olaraq mənə nəyə deməyə icazə verir? Oxatan Böcü insanı özünü təsdiq edəcək, yəni özünü və təmizliyini sübut edə biləcək və hətta güclənərək həmən onu o vurmağa çalışan insan ya da vurmağa çalışan səbəb nədirsə, Oxatan Böcü onu zərərsizləşdirəcək, öhdəsindən gələcək. İndi keçirik deməli bizim sırf karyera kartlarımıza. Sırf karyera kartlarında başlayanda nə görürük? Başlayanda görürük ki, Oxatan deyir ki, mənim o qədər problemlərim var, bu kartda, mənim o qədər problemlərim var, mənim o qədər sıxıntılarım var, mən ancaq gecə-gündüz fikirləşirəm, gecə-gündüz çıxış axtarıram, çarə axtarıram, dua eləyirəm, mənə bu arada çox xəyanət eləyənlər var, heç kim məni burada istəmir, torbamı tikənlər çoxdur, nəsə bilmirəm, Oxatan pul məsələlərinə bağlı çox aldada bilərlər, eyni anda çox adam aldada bilər. Yaxud işdə bir qruplaşmanın təsirinə, təzyiqinə məruz qala bilərsiniz. Yaxud bir qrup insandır, tək-tək insanlar da ola bilər, amma hamısı eyni anda gəlir üstünüzə problemlər və insanlar. Görürsünüz nədir? The Devil. Nə deməkdir? Şeytan. Şeytan var bir dənə işin içində. Siz çox fikirləşirsiniz ki, ay Allah, filan işim niyə belə oldu, feşman işim niyə belə oldu? Kartlar da deyir ki, işin içində bir dənə şeytan var. Amma sən o şeytanı görə bilmirsən. Çünki o şeytan ya yaxın ətrafdandır, ya çox güvəndiyin bir insandır, ya da ki, zərərsizləşdirdiyinə inandığın biridir, amma zərərsiz deyil hələ ki. Və bizim növbəti kartımız mənə icazə verir, mən deyim ki, sənin üçün bəli işdə bəlkə vəzifən düşə bilər, bəlkə nüfuzun düşə bilər, bəlkə müəyyən şeylər əlindən çıxa bilər. Çünki burada bir uşaq var da, kartda düzdür. Bu uşaq bir növ sizin kiçilmə durumunuzu, vəzifənizmi kiçilər, nəsə mövqemi kiçilər, nəsə yaxud siz özünüzü əzilmiş ya da əksik hiss edərsiniz, bilmirəm. Amma növbəti belə deyək də addımlarda əlinizə elə bir fürsət, elə bir sehirli dəyənək keçəcək ki, siz yenə böyümək fürsətini qazanacaqsınız. Yəni yenə böyümək fürsəti qazanacaqsınız. Hətta nəinki böyümək. Bilirsiniz, bu sizə olunanların, bu təxribatların əvəzini
çoxlu eyni anda çoxlu işlər görmək, çoxlu toxumlar cücərtmək. Bunu lori formada deyirəm. Siz bilirsiniz nə demək istəyirəm. Yəni çoxlu başarılar qazanmaq, çoxlu sahələrdə uğurlar qazanmaqla verəcəksiniz sizə olunanların əvəzini. İndi gəlirik şəxsi həyata. Şəxsi həyatda nə var? Ay oxatan bürcü. Yay da deyirlər. Bir də xatırladım. Judgment, ədalətmi istəyirsiniz siz? Amma oxatan bürcü insanı ədalət istəyir və çox fikirləşir ki, nəsə bir haqsızlıq var ona qarşı, çox fikirləşir ki, ona qarşı düz eləmirlər, yaxud onun belə də bir şey hiss edirəm. Oxatan bürcü insanları mart ayında neynəsə də partnyoruna, evli olduğu insan olsun, sevgilisi olsun, nişanlısı olsun, ya kim olur olsun da nə etsə də, yəni elə bir düzgün qiymətləndirilməyə bilərsiniz. Tam sizin necə deyim, o istədiyiniz qiyməti, dəyəri verməyə bilər. Təşəkkür almaya bilərsiniz. Biraz bu oxatana təsir edəcək. Hətta bundan da əlavə oxatan bürcü insanı bir nəfər insan, bir şəxsi münasibətlər zəminində, bu təkcə yenə deyirəm, o demək deyil ki, sevgidir. Bu dostluq, yoldaşlıq və s. işlə də əlaqədar ola bilər. Şəxsi, belə deyək də, özünə aid birisi ilə bir görüşməyə gedə bilər. Görüş ola bilər. Belə bir hiss elədim, belə bir enerji, daha doğrusu bir məsləhətə gedə bilər. Hətta psixoloq məsləhəti də ola bilər. Məsləhət, yəni kimdənsə fikir alsın, mən necə edim, mən nə formada edim, məsləhət almaq üçün bir yerlərə gedə bilər. Mən belə hiss eləyirəm. Bu nə deməkdir? Bu o deməkdir ki, oxatan bürcü insanın biraz qarşılıq görə bilmədiyinə görə qurduğu münasibətlərdə, sevgi münasibətləri, ailə münasibətləri, şəxsi münasibətlərdə depressiya düşəcək və başqa yerlərdə ümid axtara bilər. Diqqətli olun, oxatanın partnyorları, yayındırırsınız onları özünüzdən. Sonra gəlirik oxatan növbəti kartlar. Növbəti kartlar sağlıq kartı və sağlıq kartı göstərir ki, oxatan bürcü insanı nəsə damla-damla ola bilər, uzun illərdir nədənsə əziyyət çəkirsən, ya bəlkə də uzun illərdir. Çünki burada bir il, uzun müddətlilik enerjisi var. Hansısa bir xəstəliyi ertələmirsən, üstünə düşmürsən, yaxud bəlkə də ertələməmsən, amma uzun müddətdə o səndə var, bu da ola bilər və sən yəni ki, damla-damla onun üçün nəsə eləyirsən də, o xəstəlik üçün tam olaraq üstünə düşmürsən, belə eləmək olmaz. Bu düzgün deyil. Bax, ona görə də kart deyir ki, sən əziyyət çəkirsən. Bilin, sən əziyyət çəkirsən. Xüsusilə də əgər bugün ciddi formada o şeyin üstünə düşməsəniz, yay aylarında əziyyət çəkə bilərsiniz ondan. İndi gələk, nəyi eləmək olmaz, nəyi eləmək lazımdır kartlarına, nəyi eləmək olmaz və nəyi eləmək lazımdır. Oxatan bürcü insanı, deməli, sənə 2 dənə gözəl fürsət mi deyim, 2 dənə gözəl yerdən təklif mi deyim, 2 dənə gözəl bilmirəm, biri dəyənəkdir, biri od, atəşdir. Yəni, birində yaşıllığın enerjisi var, birində atəşin enerjisi var. Kralın hər iki tərəfində bir şey var da. Bu dəyənək kralıdır, bu arada tanış edim sizi. Bu kart da mənə imkan verir deyim ki, siz yəni güclənəcəksiniz və bir hətta təkcə güclənmək yox, yəni qane olmayacaq. Sizin qane olmayacağınız bir gücə sahibsiz, gücünüz var və hətta o güc artacaq, o gücə toxunuş olacaq, dəstək də görəcəksiniz, o güc artacaq. Təzə iş yerinə gedə bilərsiniz, təzə işə düzələ bilərsiniz, sizə köməklik göstərə bilərlər karyeranın, təhsilinə bağlı, amma qane deyilsiniz. Belə bir enerji var. Bu atəşlə də bu yaşıllıq, dəyənək, yəni bunlarda simvollarda, hansı ki yaşıllıq, yəni fərahlıq deməkdir, yaşıllıq ruzu deməkdir, yaşıllıq hüzur deməkdir, atəş də yəni ilərləmən, uğur, güc bunları göstərir. Və deyir ki, al, qəbul et. Al, qəbul et, yəni egoist olma. Al və qəbul et. Sənə verilən bu gücü, bu enerjini və ümumiyyətlə isə tutduğun o mövqeyi ya da o gücü nədirsə, onu belə çox dırnaqarası görürsünüz də. Yəni ona çox, necə deyim, təkəbbürlü və egoist yanaşırsınız da. Yəni onu güc kimi dəyərləndirmirsiniz, qane deyilsiniz.
Amma bu çox səhv yola apara bilər sizi. Bax, bu kartda bizə deyir ki, sənin deyir özünü bu qədər sevməyin, özündən bu qədər xüsusilə də iş həyatı ilə bağlı ola bilər bu deyim. Bu qədər razı olmağın və əlində olanları bəyənməməyin, qane olmamağın sənə deyir çox belə zərbə vura bilər də, səni səhv yollara, səhv insanlara doğru apara bilər, yayındıra bilər. Sən bir şeyləri qazanmaq, daha artığını qazanmaq istəyərkən əlindəkini itirə bilərsən. Bu eyni zamanda da burada çoxlu kupalar var, görürsüz. Bu eyni zamanda da sizin şəxsi həyatınıza aiddir. Siz həddindən çox nəsə istəyirsiniz. Ya həddindən çox bəlkə çox adamla flörtləşirsiniz, doymursunuz. Ya da bəlkə qarşı tərəflə münasibət var, münasibətdə olduğunuz insan. Amma nə qədər sizə ilgi göstərsə, nə göstərsə də doymursunuz. Yenə nəsə sizi qane eləmir, amma bu yanlışdır deyir. Olmaz. Olmaz. Bu krallam hissindən çıxın da. Yəni bu biraz belə sadə düşünək, sadə davranaq. Və nəhayət sonuncu kart. Yenə bu kart da bütün digər kartlar kimi bizə deyir ki, güc birlikdədir. Başa düşürsünüz. Kim sizə əl uzadır, kim sizin yanınızda olmaq istəyir, kim sizə dəstək verir. Yəni xüsusilə də ailə üzvləriniz mart ayında sizin üçün nəsə eləmək istəyə bilərlər, sürpriz hazırlaya bilərlər, dəstək olmaq istəyə bilərlər, yaxud iş həyatında kimsə sizə nəsə təkan vermək istəyə bilər, yaxud sevdiyiniz insan yanınızda olmaq istəyə bilər, nəsə eləmək istəyə bilər. Bunu mütləq dəyərləndirin. Çünki kart deyir ki, güc birlikdədir. Yəni bu gücün birlikdə olduğuna inanıb, sənə göstərilən o şəfqəti, o qiyməti, dəyəri yaxşı qiymətləndirə bilsən, deyir, möcüzələr yaradacaqsan, martda. Möcüzələr, ay oxatan. Bu qədər dəyərli oxatanlar, sizləri çox sevirəm. Hələlik gələn göstərədək.